Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Son dövrlərdə müşahidə olunan qiymət artımı təkcə bir ölkənin deyil, demək olar ki, bütün dünyanın üzləşdiyi əsas iqtisadi problemlərdən biridir. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmayıb və bahalaşmanın təsirləri artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ərzaq məhsullarından tutmuş xidmət sektoruna, nəqliyyatdan kommunal xərclərə qədər bir çox sahədə qiymətlərin artması ailə büdcələrində ciddi gərginlik yaradır. Xüsusilə sabit və aşağı gəlirli insanlar üçün bu vəziyyət daha çətin hiss olunur. Çünki gəlirlər eyni templə artmadığı halda xərclərin sürətlə yüksəlməsi alıcılıq qabiliyyətini zəiflədir. Bu isə insanların gündəlik seçimlərinə, alış-veriş vərdişlərinə və ümumi həyat keyfiyyətinə birbaşa təsir edir. Artıq bir çox ailə əvvəlki kimi rahat şəkildə xərclərini planlaşdıra bilmir və məcbur qalaraq bəzi ehtiyaclarını təxirə salır və ya tamamilə imtina edir. Mütəxəssislər qeyd edir ki, qiymət artımının əsas səbəblərindən biri Azərbaycanın idxaldan yüksək asılılığıdır. Dünyada baş verən iqtisadi və siyasi proseslər, enerji qiymətlərindəki dəyişikliklər, logistika xərclərinin artması kimi faktorlar birbaşa olaraq ölkə daxilində qiymətlərə təsir edir. Əgər yerli istehsal zəifdirsə, bu təsir daha da güclü hiss olunur. Yəni, xaricdə baş verən hər hansı dəyişiklik qısa müddətdə daxili bazara ötürülür. İqtisadçılar bildirir ki, uzun müddətli perspektivdə bu problemin həlli üçün əsas çıxış yolu yerli istehsalın gücləndirilməsidir. Yerli məhsulların artırılması həm idxaldan asılılığı azalda, həm də qiymətlərin daha stabil qalmasına kömək edə bilər. Bununla yanaşı, kənd təsərrüfatının inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsi və istehsal zəncirinin genişləndirilməsi mühüm rol oynayır. Qiymət artımı yalnız iqtisadi göstərici deyil, eyni zamanda sosial təsirləri olan bir prosesdir. İnsanların psixoloji vəziyyəti, gələcəyə olan inamı və sosial davranışları bu dəyişikliklərdən təsirlənir. Bahalaşma artdıqca cəmiyyətdə narahatlıq hissi güclənir. İnsanlar daha qənaətcil davranmağa başlayır və bu da ümumi iqtisadi aktivliyə təsir edir. Bütün bunları nəzərə alsaq, qiymət artımı məsələsi yalnız qısa müddətli tədbirlərlə həll olunacaq problem deyil. Bu, kompleks yanaşma tələb edən, həm iqtisadi, həm də sosial siyasətlə bağlı geniş strategiyaların hazırlanmasını zəruri edən bir mövzudur. Dövlət səviyyəsində atılan addımlar, iqtisadi islahatlar və bazar mexanizmlərinin düzgün tənzimlənməsi bu prosesin təsirini azaltmaqda əsas rol oynaya bilər. Nəticə olaraq demək olar ki, qiymət artımı artıq müvəqqəti bir dalğalanma deyil, davamlı xarakter alan bir tendensiyadır. Bu vəziyyətə uyğunlaşmaq və təsirlərini minimuma endirmək üçün həm fərdi, həm də dövlət səviyyəsində düzgün qərarların verilməsi vacibdir. İnsanlar daha planlı xərcləmə vərdişləri formalaşdırmalı, dövlət isə iqtisadi dayanıqlığı gücləndirən addımlar atmalıdır. Yalnız bu halda bahalaşmanın yaratdığı sosial və iqtisadi təzyiqləri azaltmaq mümkün olacaq.